Salam hörmətli abituriyentlər. Bugün 15 mart 9-cu siniflər üçün OTK imtahanının suallarına baxacaq. Hər kəsə uğurlar. M parametrin hansı qiymətində -x kvadrat plus 3x plus m funksiyasının qrafiki -2 nöqtəsindən keçər? Bu x-dir, bu y-dir. Nəzərə alsaq, y-in yerinə 2 bərabərdir -x-in yerinə 2 yazsam kvadratı 4 çıxılsın 3-ü -2-yə vursaq 6 olar plus m. Buradan da m-i tapanda bu -10'u sola keçirt. 2 ilə 10 cəmlənsin, olsun 12. Bir də doğru cavab D. Ədədinin standart şəklinin yazılışında tərtibini tapın. Bunun üçün 28, 1, 2, 3, 0 var. Bunun qiymətli hissəsi 1 və 10 arasında yerləşməlidir. 2, 10 və 8 yazacağım. Vergül buradaydı. Neçə bayt sola getdi? 1, 2, 3, 4. Vurulsun 10 üstü 4 yazacağım. Və qiymətli hissəmiz 2, 10 və 8, tərtibimiz 4'dür. Bizdən də tərtibi soruşur. Doğru cavab A olacaq. Çevrənin radiusunu bu qədər artırdıqda uzunluğu necə dəyişər? Çevrənin uzunluğu 2 pi-r'dir. L ilə R düz mütənasibdir. Ona görə radiusu 4 dəfə artırdıqda uzunluq da 4 dəfə artar. Növbəti A və B çoxluqları üçün A-nın B-yə verib. Deməli, biz bunun üçün Euler-Venn diaqramını qursaq. Euler-Venn diaqramında AB kəsişmə buradadır. 7 elementdir. B-də olub A-da olmayanlar 4 elementdir. MB deyir 7 ilə 4'ün cəmi 11 olacaq. Əkab 12, 84, 12 ilə 84'də 84 bunların əkabudur. Çünki 12'də 84, 84'də bölünür. Əbab 83, 84 qarşılıq sadə ədədlərdir. Bunların əbabu 1'dir. 84 ilə 1'in cəmi də 85'dir. Tənliklər sistemini tərəf-tərəfə toplasam, y-lər islah gedər, 5x bərabər olar 20'yə, x bərabər olar 20 böl 5, 4'ə. Doğru cavab C variantı olacaq. Tənliyin müsbət kökünü tapın. Buradan x-i ortaq vuruq çıxarsam 5x minus 4 bərabər olar 0'a. X bərabərdir 0'a, 5x bərabərdir 4'ə, x bərabərdir 4 böl 5'ə. Doğru cavab 5'də 4, yəni 0,8 olar. AB hasilini tapın deyir. Çarpaz vursam buradan 3A vurulsun 12B bərabərdir 4'ə. 36 AB bərabərdir 4'ə. Buradan da AB-ni tapanda 4 böl 36. Bunu da ixtisar aparsam 1 böl 9. Doğru cavab 9'da 1 olar. Ədəd oxunda -6/3 ədədindən sağda yerləşən mənfi tam ədədlərin cəmini tapın. Deməli, -6/3 burada olsa, bundan sağda yerləşir -6, -5, 4, 3, 2, 1. Bu da 21. Qabağında da -21 eləyəcək. Növbəti sualdan deməli biz ilk ikisindən A-nı çıxarsaq A minus C qalar. Digərindən B-ni çıxarsaq A minus C qalar. Plus 1. Burada hər birində ortaq vuruq A minus C olduğu üçün qalar A plus B. A plus B'nin şərt 4 verib. 4. C minus A mənfi 2 isə A minus C müsbət 2'dir plus 1. Yəni 4 2 8 üzərinə də 1'i gəlsəm 9. Doğru cavab B olar. 2 nöqtə arasındakı məsafə düsturuna görə AB məsafəsi bərabər olar. Kök altında 8 çıx 3 5'in kvadratı. 10 çıx -2 bu da 12 edir. 12'in kvadratı. 25 ilə 144'ün cəmi 169. Bundan da kök 13 çıxar. Tam səthin sahəsi 6a kvadratı olduğu üçün 6a kvadratını 24'ə bərabər etsəm a kvadratı bərabər olar 4'ə. Kvadratı 4 olan ədəd 2'dir. A bərabərdir 2 olacaq. Kubun həcmini soruşur. Kubun da həcmi a-nın kubu 2'nin kubu 8 olar. 5'də 1 hissəsi dolu olan çənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? 5'də 1 hissəsi dolu olan çənin boş hissəsinin həcmi 5'də 4 hissəsi boşdur. 5'də 4 hissəsi boşdur. Çənin boş olan hissəsinin həcmi, yəni 5'də 4, 5'də 1'dən neçə dəfə çoxdur? Təbii ki, 5'də 4, 5'də 1'dən 4 dəfə çoxdur. Məxrəci irrasionallıqdan azad eləmək üçün 8'i kök altda 2, məxrəci də kök 2'ni də kök 2'yə vurmaq lazımdır. Burada məxrəci 2 surətdə 8 kök 2, bu da bizə verir 4 kök 2. Düzəlsən sahəsi katetlər hasilinin yarısı olduğu üçün sahə 5 vurulsun 6 bölünsün 2. 6 5'in 30, yarısı da 15. Doğru cavab 15 olar.
2A plus A7 bərabərdir. 2 vurulsun A0 bərabərliyi doğru olar. A'nın hansı qiymətində? Birinci 20 plus A'dır. Digəri 10A plus 7'dir. Bərabərdir. 2 vurulsun 10A yazaram. 27 bunların cəmi 11A bərabərdir. 20A alaram. Bu 11A'nı sağa keçirsək 9A bərabərdir 27'ye. A bərabərdir 3'e. Doğru cavab 3 olar. Növbəti sualımızda AD BC-yə perpendikulyardır deyir. CD'nin AD'yə nisbəti 1'in kök 3'ə nisbəti. CD'yə biz x desək AD kök altında 3x olar. Onu da həmən dəqiqə bu bucağa 60 dərəcə deyək. Çünki 60 dərəcə bucaq qarşısında katet. O bir katetin kök 3 misli idi. BAC bucağı isə BAC bu bucağı isə bizə verib 45 dərəcə. Bizdən ABC bucağını soruşur. Birincisi, bu 60, bu 90 ise bura 30 dərəcədir. Və yaxud da ki, heç ona ehtiyac yoxdur. Bizə BAC bucağını əgər 45 veribsə, ümumi bucaq B-ni tapmaq üçün 180-dən 60 ilə 45-in cəmi 105'i çıxaram. Bu da mənə 75 verər. Doğru cavab 75. Bərabərsizlik sistemin natural həllərinin cəminin hər bir bərabərsizliyi ayrı-ayrıqda həll olunur. Yekun cavab kəsişmə götürülür. 2x plus 2 böyükdür x plus 6'dan x böyükdür 4'dən. Bu bir. İkincisi 3x plus 2 kiçikdir 2x plus 10'dan x da kiçikdir 8'dən. 4'dən böyük olmalı, 8'dən kiçik olmalı. Bu şərt ödəyən ədədlər 5'dir, 6'dır, 7'dir. Bunların cəmi 5 ilə 7'nin cəmi bizə 13 verəcək. 13 ilə də 6'nın cəmi 18 verəcək. Doğru cavab 5, 6, 7, daha doğrusu 12 ilə 6'nın cəmi 18. Doğru cavab 18 olacaq. Bucaq 2 ilə bucaq 1 uyğun tərəfləri 2 paralel diskatın 3-cü ilə kəsişməsindən daxili bir tərəflidir. Biz bilməliyik ki, bucaq 2 ilə bucaq 1'in cəmi 180 dərəcəyə bərabərdir. Tərəf-tərəfə toplasaq 2 dənə bucaq 2 bərabər olar 280'ə. Hər tərəf 2'yə bölsək bucaq 2 bərabərdir 140'a. Doğru cavab burada 140 olacaq. Bu verilən ifadə veriləndə bunu tap deyəndə sağ və sol tərəf eyni anda kvadrata yüksəlinirdi. Birincinin kvadratı üstəgəl 2 vur A vur 1 bölü A. Üstəgəl ikincinin kvadratı bərabər 49. Bu 2 eləyir sağa keçirsək A kvadrat plus 1 bölü A kvadratı bərabər olar 47'yə. Turist əvvəl yolun 30%'ni, sonra isə qalan yolun 60%'ni gedərsə, yolun neçə faizi gedilməmiş qalar. Yolun ümumi uzunluğu 100 olsa, 30%, yəni 30'u gedilibsə, 70'i qalıb. Sonra qalan yolun 60%'i gedilərsə, 70'in 60%'i gedilibsə, 70'in 40%'i qalıb. 70'in də 40%'i 28 deməkdir. Yolun neçə faizi gedilməmiş qalıb? 28% gedilməmiş qalıb. Növbəti A və B çoxluqları verilib. A və B çoxluğunun birləşməsindən təsadüfi olaraq götürülmüş bir elementin Euler-Venn diaqramını quraq. Deməli, kəsişmə 2'dir. A'nın 6 elementi varsa, ikisi ortadadırsa, 4'ü buradadır. B'nin 8 elementi var. İkisi buradadırsa, 6'sı da buradadır. Təsadüfi götürmüş bir elementin A fərq B'də olması deyir. A fərq B'nin element sayı 4'dür. Ümumi birləşmədən olan element sayını saysaq, bunların hamısını cəmləsək 12 eləyir. 12 dənə elementi var. Deyir ki, bunlardan biri A fərq B olsun. A fərq B'dəki element sayı isə 4'dür. 12'də 4, yəni 3'də 1 verər. Hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçik olan rombun daxilini çəkimi çevirən radiusu 3 kök 3 olarsa rombun perimetrini tapın. Rombun daxilini çəkimi çevirən radiusu hündürlüyünün yarısıdır. Bu da 3 kök 3'dürsə. Onda buradan hündürlük 6 kök 3 olur. Şərtlər deyir ki, hündürlük tərəfdən kök 3 dəfə kiçikdir. Yəni belə deyək də, hündürlük tərəfdən kök 3 dəfə kiçikdir. A bölünsün kök 3 deyəcəm. Hündürlük tərəfdən kök 3 dəfə kiçikdir. Onda tərəfin özü 6 vur kök 3 vur kök 3. Bu da 3 vur 6. A bərabərdir 18 olar. Məndən rombun perimetrini soruşur. 4 vurulsun A'dır. 4'ü 18'e vursam 72. Doğru cavab 72 olacaq. ABC düzbucaqlı üçbucağında BM bizə 3 verilib. MN bizə 4 verilib. Pifagora görə buranı tapa bilərik 5, çünki bu bucaq 90 dərəcədir. NC-də 7 verilib.
Bizdən AM-in uzunluğunu soruşur. Bura deyərik bir x. Deməli, bu şəkildə bu bucağa bir dənə alfa desəm, bu 90, bu bucağa beta deyəcəm. Bu 90, bu yuxarıdakı alfa burada olur beta. Deməli, düzbucaqlı üçbucaqda, böyük düzbucaqlı üçbucaqda 90-ın qarşısında duran x plus 3-ün balaca üçbucaqda 90-ın qarşısında duran 5-ə nisbəti bərabərdir. Böyük üçbucaqda betanın qarşısında duran 12-nin balaca üçbucaqda betanın qarşısında duran MB 3-ə nisbəti. Yəni buradan x plus 3 bölünsün 5 bərabərdir 4-ə, x plus 3 bərabərdir 20-yə, x bərabərdir 17-yə. Doğru cavab burada da 17 olacaq. Bizdən də AM-i soruşurdu. 17. Kədərin cəmi 6-ya bərabərdir. A plus B bərabərdir 6. Kvadratlarının cəmi isə, yəni A kvadrat plus B kvadratı isə 22 olarsa, bu ədədlərin hasilini tapın. A kvadrat plus B kvadratı bərabərdir. A plus B-nin kvadratı çıxılsın 2AB deyərəm. A plus B, A kvadrat plus B kvadratı 22'dir. A plus B 6 kvadratı 36 minus 2AB'dir. Buradan 2AB bərabərdir 4. 3'dən də 2 çıxanda 1. AB'də 7. AB'də 7. Bu qədər uşaqlar. İnşallah növbəti sınavlarda görüşərik. Hər kəsə uğurlar. Sağ olun.